Cənnətliklər və cəhənnəmliklər seçilmişdirsə yaxşı və pis əməlləri necə öz rizamla edirik. Yəni bir insan bilmir necə seçilir. Seçildiyini bilmədiyi üçün sən özün də bilirsən ki, hansı əməli öz seçiminlə edirsən, öz rizanla hansını öz yəni seçimin olmadan, ixtiyarın olmadan edirsən. Yəni hətta adi bir işlərdə, yəni bir var insanın yəni pilləkəndən pillələri bir-bir düşməsi, bir də var yıxılması. Yəni özü də bilir ki, pillələri bir-bir düşməsi öz seçimi ilədir və yıxılması isə özünün ixtiyarı olmadan olan bir işdir. Və həmçinin də bu əmirlər və qadağalar da belədir. Yəni Allah Teala insanı robot kimi yaratmayıb. Əgər robot kimi yaratsaydı, onda insanın ona verilən cəzalar zülm olardı ki, Allah Teala insanı yaradı, ona güc, qüdrət verib və seçim də verib. Seçim də verib. Yəni hər bir insan yəni özü yəni bunu seçir. Sadəcə bilmək lazım, onlar hamısı da nəticədə Allah Teala istəyinə bağlıdır. Amma yəni biz öz üzərimizə düşəni etməliyik ki, yəni mən özüm əməli öz seçimimlə, öz gücümlə yəni bunu edirəm. Necə ki, hətta onu günün azmasına səbəb elə insanın özüdür. Necə ki, Allah Teala buyurur, فَلَمَّا زَاغُوا أَزَاغَ اللّٰهُ قُلُوبَهُمْ. Nə vaxt ki, onlar haqdan meyl etdilər, onda Allah Teala onların qəlbini haqdan çevirdi.